Hardansa çınar ağacının dibinə bir sarmaşıq toxumu düşür. Toxum cücəlir, çinarın gövdəsinə sırmaşa yuxarı qalxır. Bir müddətdən sonra sarmaşıq çinarın üç hissəsindən yuxarıda durub, lovğa çinardan soruşur. Neçə yaşım var? Çınar cavab verir. 100 yaşım var. Sarmaşıq yenə lovğalanaraq deyir. Baxmayaraq ki, sənin 100 yaşın var, ancaq mən bir ilin içində ucalaraq səni ötüb keçdim. Çınar deyir, unutma ki, sənin mənim tək dayağım var. Deyirəm, ağsaqqallar bizim evimizin, elimizin dayağıdır. Evimizin, elimizin ağsaqqallar bərəkətidir. Bu dünyada gördüyümüz dövranın bir adı da şöhrət imiş sən demə. Aldanmışıq hiləsinə zamanın, şöhrəti də möhnət imiş sən demə. Ağzımızda bal dadması həyatın, ala çəkib aldatması həyatın, vaxt ötürüb baş qatması həyatın, bizə böyük hörmət imiş sən demə. Ağ qaranın qara ağın üstündə, dağ sinənin sinə dağın üstündə, 5 gün gəzmək bu torpağın üstündə, boynumuza minnət imiş sən demə. Biraz ömür xərcləmişik hər ayda, biz də onu gec duymuşuq nə fayda. Cəfa çəkib qurduğumuz sarayda, bir quruca zəhmət imiş sən demə. Cəfa yükü gətirərmiş doğruluq, ağlı başdan itirərmiş doğruluq, başa bəla gətirərmiş doğruluq, əyrilik də sərvət imiş sən demə. Kim düzəltsə əyri duran çulları, onlar imiş zəmanənin qulları, bu dünyanın yığdığımız pulları, ağlımıza qiymət imiş sən demə. Mən bəhmənəm, aldanmışam nə yaman, bilə-bilə, duya-duya ayaman, bu dünyanı kef bilmişəm bir zaman, yerli